Heydar Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Bizim Mətbəx sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Bu nəcib təşəbbüs artıq minlərlə ürəyin minnətdarlıq duasına çevrilib. Fəaliyyətə başladığı gündən etibarən Bizim Mətbəx könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər, qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar. Qeyd edək ki, Bizim Mətbəx layihəsinin veb-saytı artıq istifadəyə verilib və insanlar üçün iyanə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb. Bizim Mətbəx, çünki sevgi paylaşdıqca artır.